Beyləqan rayonundayım. Şəhidimizin gəlib əsr olun, evdə gəlmişim, anam yanına gəlmişim. Bugün özümüzün boş bir şəhid qardaşımızın ziyarətə gəlmişim. Bugün burada biz şəhidlərimizin biri də şəhid qardaşımızın nəsib olundu. Anıyatya başsağlığı verir. Ana Allah bala rəhmət etsin, uşaq olsun, Allah 25 diləsin. Bugün gəlib falanımız sayesinde bütün şəhidlərimizə rəhmət etsin. Analar üçün azıdır. Bir azı zirvədir. Bir şirindir, həmən yalan bir şirin deyil. Azı zirvədir. Neynəmək olar ki? Bugün gəlib qardaşımızın inşallah analarımıza hamısına başsağlığı veririk. Bugün özümüzə bir boş bildik. Bugün anamızın yanına gəlir. Ananın yanında olmağa. Bugün hər bir ananın yanında olmaq mənim üçün bir qürur, fəxrdir. Hər bir ananı, hər bir ocağa getmək. Bugün bizim cəm eləyən bu şəhidlərimizi, belə şəhidlərimizi analarla, atalarla hər bir yerdə olmağımız, hər bir rayona getdikcə mən həmişə demişəm, deyirəm və hər bir çəkilişimizə deyirəm ki, bizi bugün cəm eləyən qəlb kimi şəhid qardaşlarımızdır. Bugün bizi bu analarla mehriban edən, hər bir şəhidlik tapıran, gətirən bu qardaşlarımızdır. Bu qardaşlarımız timsalında biz hamıyla ana bala, ata bala qardaş olmuşum. Burada hamısı analarımızdır, hamısı ürəkli ağlıdır, hamısı yaralı. Hər birinə qəlbin timsalında balaların rəhmi təmsil edir. Allah onlara dəyməsin ki, onlar yaşasın ki, balalar yaşasın. Bugün də yenə deyirəm, həqiqətən buyurun anam, sən üzra gəlmişəm, sən yana gəlmişəm. Bugün Allah qardaşımıza rəhmət etsin, uşaq olsun deyirəm. Mən yenə deyirəm ki, mənim üçün Polad necəçə bütün şəhidlər elədi. Mənim üçün anamlar kəsə bütün anaların hamısı elədi şəhid analarımız. Ona görə də mən sizin hüzurunuzda, sizin həyatınıza getməyəcəyinizi bir fəxr edirəm. Mən səmimi rəhlə deyirəm. Adam var, onu yalandan, reklam içində yox, bizdə reklam yox. Biz tanıyanlar bütün analarını bilir ki, hamısının yanlışında olur. Biz səmimiyik, səmimi. Biz İmam Hüseyin aşiqiyik. Bugün İmam Hüseyin aşiqi şəhidlərimiz, İmam Arıca gedib şəhid olsa, biz onları boş verir. Ona görə Allah sizlərə deyil, sizləri var eləsin. Siz yaşayın ki, baladarsınız. Allah sizləri hər zaman bir də onu nəsil eləməsin.